lazımdır. Həssas şəkildə rəy vermək lazımdır ki, adam öz səhvindən qorxmasın, utanmasın. Mən səhv eləmişəm, bir də sabah yenə səhv eləyərəm, müəllim məni danlayar, yoldaşlarım mənə gülər. Belə. Pedaqoji tələblərdən və səriştələrdən gəlin danışaq. Birinci pedaqoji tələblərdən danışaq. 9 dənə pedaqoji tələbimiz var idi. Hansıları idi? Sayın zəhmət olmasa. Rubrik qiymətləndirmə cədvəlidir. Müəllim şagirdləri qiymətləndirmək üçün rubrikdən istifadə edə bilər istəsə. Cədvəl qurur və şagirdləri bura əsasən meyarları yazır əvvəlcədən. Bir növ şagirdlərə, müəllimə də köməklik rolunu oynayır rubrik. Rahat bir üsuldur ki, hazır cədvəl verirəm şagirdlərə, ona əsasən qiymətləndirirəm. Sinara xanım, buyurun siz sayın. Bəli, birinci tamlıq, sonra bərabər imkanlar, şagird yönümlülük, şəxsiyyət yönümlülük, inkişaf yönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, inklüzivlik və məktəb-valideyn əlaqəsinin tənzimləməsi. Bəli, doğrudur. Məktəb-valideyn əlaqəsinin tənzimlənməsi, düzdür. 9 dənə pedaqoji tələbimiz var idi. Misal üçün, əgər şagird dərs prosesində müəllim izləyir, görür ki, uşaqların zəif güclü tərəfləri var. Bu zəif tərəflərini üzə çıxarıb inkişaf etdirməyə çalışır və bu zaman planlaşdırmasına bir dəyişiklik edir. Hansı pedaqoji tələbi qoruyur müəllim burada? Raziyə xanım, buyurun. Mənim inkişaf yönümlüyü qoruyur. Çünki orada planda müəyyən dəyişiklik edir. Ona görə də bu inkişaf yönümlüyü qoruyur. Düzdür, bəli. Deməli, izləmək, müşahidə eləmək, onların zəif güclü tərəfini üzə çıxarmaq, buna əsasən bir plan qurmaq, bunlar hamısı inkişaf yönümlüyə xidmət edən xüsusiyyətlərdir. Doğrudur. Daha sonra şagird etdiyi səhvi müəllim ona istiqamət verərək, yol göstərərək izah edir. Bu hansı pedaqoji tələbin qorunması deməkdir? Fəaliyyətin stimullaşdırılması. Bəli, düzdür. Bu fəaliyyətin stimullaşdırılmasıdır. Rəy vermək, yol göstərmək, istiqamət vermək stimullaşdırmadır. Rəylər də necə olmalıdır? Şagirdlərə verilən rəylər bayaqda dediyimiz kimi. Gülnar xanım, buyurun. Rəylər konstruktiv olmalıdır. Yəni ki, belə deyək, geniş şəkildə artıq tapşırığın mahiyyətini əsaslandırmalıdır. Şagird artıq orada bilməlidir ki, harada səhv edib, necə səhv edib və səhvini necə düzəldə bilər. Həmçinin də gələcək yönümlü olmalıdır. Bəli, doğrudur. Gələcək yönümlü olmalıdır, istiqamətləndirməlidir, spesifik olmalıdır, pozitiv olmalıdır, düzdür. Bunların hamısı aiddir konstruktiv rəylərə. Belə, yaxşı müəllimlər. Məsələn, deyir şagird məsələn, riyaziyyat fənnini yaxşı öyrənə bilməsə də, onun yaxşı əl qabiliyyəti var, istedadı, bacarığı var. Müəllim də onun bu bacarığını üzə çıxarıb inkişaf etdirməyə çalışır, onun üzərində işləyir. Dərnəklərə cəlb edir və s. Bu zaman hansı pedaqoji tələb qorunur? Kimdəsə səs açıqdır, bağlasın. Günel xanım, buyurun. Müəllim şagird yönümlülük, çünki burada şagirdin istəyidir, yəni onun bacarıqlarının inkişaf etdirilməsi, o da müəllim də onun istəyini nəzərə alır. Aha, bəli, şagirdin istəyi yox, şagirdin deməli potensialını görür, nəzərə alır. Potensialını. Aha, qabiliyyətidir. Şagirdin potensialına, qabiliyyətinə uyğun bir işin görülməsidir. Doğrudur. Bəli. Mənim burada olmaz ki, məsələn, şəxsiyyətin də formalaşdırılmasında rol oynasın. Məsələn, müəllim ona icazə verir ki, o irəli gitsin, öz potensialını üzə çıxarsın. Olmaz. Oynayır təbii ki. Onsuz da şagird yönümlülüyün özündə belə bir qayda var ki, şagirdin həm də şəxsiyyət kimi formalaşmasına xidmət edir. Şəxsiyyət yönümlülük deyil, amma şagirdin şəxsiyyət kimi inkişafına xidmət edir elə şagird yönümlülüyü həm də. Bəli, doğrudur. Yaxşı müəllimlər. Daha sonra mənəvi psixoloji mühitin qurulması, maddi-texniki bazanın olması. Bunlar sizcə hansı pedaqoji tələbin qorunmasıdır? Dəstəkləyici mühit. Dəstəkləyici mühitin yaradılmasıdır. Bəli, mənəvi psixoloji mühit, eyni zamanda maddi-texniki bazanın olması məktəbdə. Bunlar hamısı dəstəkləyici mühitdir.
Misal üçün, məktəbdə deyək, kompüter otağı var, kompüterlər də var. Amma müəllim ancaq kompüter biliyi olan şagirdləri ora göndərir. Uşaqlar, siz gedin orada öyrənin. Hansı pedaqoji tələblər pozulur burada? Surə xanım, buyurun. Benim bu təlimdə bərabər imkanlardır mənim. Təlimdə bərabər imkanları pozulur. Çünki infrastruktur ona uyğun verir ki, əslində hamı orada iştirak edə bilər, amma sadəcə kompüter bilənləri ora dəvət edirdi. Yəni Bəli. baxımdan İlk bərabər növbədə imkanlar deməli, bəli, bərabər imkanların yaradılması pozulur burada. İnklüzivlik də götürə bilərik, amma ikinci şans olaraq inklüzivlik götürə bilərik biz orada. Birinci bərabər imkanlar pozulur. Düzdür? Sonra inklüzivlik götürə bilərik orada. Bu bərabər imkanların daha çox pozulmasıdır. Bərabər imkanlar olmasa inklüzivlik seçə bilərsiniz. İkisindən biri verilsə inklüzivlik seçə bilərsiniz. Bəli. Doğrudur. Çünki var məktəbdə, dövlət bunu təmin eləyib, dəstəkləyici mühit var deməli, düzdür? Kompüterlər varsa dəstəkləyici mühit də var deməli. Müəllim əgər şagirdlər arasında bərabər istifadə edə bilmirsə, bərabər imkanlar pozulur. Doğrudur. Müəllim şagirdlərin idraki, ünsiyyət, psixomotor bacarıqlarını inkişaf etdirməyə çalışır. Bu hansı pedaqoji tələbdir bəs? İdrak, ünsiyyət, psixomotor bacarıqlarını inkişaf etdirir. Şəxsiyyət yönümlü yoxsa tamlıq? Tamlıq olardı mı? Yaxşı. Günel Vəliyeva, sizcə hansıdır? Müəllim, mən tamlıq deyirəm, çünki müəllim şagirdləri bir tərəfli yox, həm öyrədici, həm inkişaf etdirici, həm də hər tərəfli yanaşmalıdır da, ona görə tamlıqdır. Mən şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük deyib. Bəli, idraki psixomotor bacarıqlar şəxsiyyət yönümlükdür. Bəli, şəxsiyyət yönümlülükdür. İdrak, ünsiyyət, psixomotor bacarıqları formalaşdırmaqla onları həyata hazırlamaq bu şəxsiyyət yönümlülükdür. Görürsünüz, siz saydığınız tamlığa aiddir. Bəli, o dərslə bağlıdır. Dərsin inkişaf etdirici, öyrədici və tərbiyəci xüsusiyyətlərini aşılamaq mövzunun, dərsin şagirdləri. O zaman olur, bəli, tamlıq. Amma şagirdin özünün idraki bacarığını, emosional və psixomotor bacarıqlarını inkişaf etdirmək bu şəxsiyyət yönümlülüyü olacaq artıq, bəli. Şəxsiyyət yönümlülükdə başqa nə var idi? Bir dənəsə var idi orada. Əlavə olaraq. Ünsiyyət. İdraki ünsiyyət deməm, psixomotor, idraki ünsiyyət, psixomotor. Onları dedik. Onlar aiddir, aiddir onlar. Milli dəyərlər, vətənpərvərlik. Bəli, milli milli bəşəri dəyərlər. Düzdür? Milli bəşəri Bəli. dəyərlər də bura aiddir. Doğrudur. Milli bəşəri dəyərlərin aşılanması. Bəli. Yaxşı müəllimlər. Belə. Səsləri müəllimlər icazəsiz açmayın. Əlinizi qaldırın, ehtiyac varsa. Bir yerdə səsləri açmayaq. Daha sonra belə. Sualların tərtib olunmasında, əgər müəllim bütün sualları çətin səviyyəli hazırlayırsa, bu zaman hansı pedaqoji tələbi pozulmuş olur? Gülnar xanım, buyurun. Burada artıq bərabər imkanların pozulması hadisəsi baş verir. Bilir ki, bərabər imkanlarda belə bir şey var da, yəni sualların həm orta səviyyəli, həm aşağı səviyyəli, həmçində belə çətin səviyyəli, daha da çətin səviyyəli salınmalıdır. Yəni hər bir meyar özünü doğrultmalıdır. Bəli, düzdür. Bərabər imkanların yaradılması pozulur burada. Müəllim hər kəs üçün bərabər imkan yaratmır. Bərabər imkanlar olmazsa inklüzivlik seçə bilərik. Doğrudur. Amma ilk olaraq burada da bərabər imkanların yaradılması pozulur. Düzdür. Belə. Müəllim, burada şagird yönümlülük deyil ki, şagirdin potensialına uyğun sual hazırlamalıdır da. Yox. Şagird yönümlülük deyil. Burada hamının arasında bərabərlikdən gedir söhbət ki, çətin sual qoyulur, hamı onu işləyə bilmir. Asan sual qoyulur, bütün suallar asanlıqda hamı onu işləyə bilmir. Bunlar hamısı bərabər imkanların pozulmasıdır, şagird yönümlülük deyil. Bəli. Müəllim şagirdlərin problem həll etməyə, qərar vermək kimi bacarıqları inkişaf etdirməyə çalışır. Bu zaman hansı pedaqoji tələbi qoruyur? Onların həyatda problem həll etmək, qərar qəbul etmək kimi bacarıqlarını formalaşdırmağa çalışır.
müstəqil qərar vermək, problemləri həll etmək, müstəqil öyrənmək də ola bilər. Şəxsiyyət yönümlülük deyil. Tamlıq da deyil. Bəs nədir? Təbii ki, şagird yönümlülükdür. Şagird yönümlü. Şagird yönümlü pedaqoji tələbidir. Şagirdlərin özü ilə bağlı bir şeylərdir bu. Həyatı ilə bağlı bir şeylərdir bu. Həyatı bacarıqları. Bu onların gələcək həyatı ilə bağlı, indiki problemləri ilə bağlıdır. Ümumiyyətlə, şagird özü tək başına problemi həll edə bilirsə, araşdırma edə bilirsə, müstəqil öyrənə bilirsə, bu şəraiti müəllim şagirdlərə yaradırsa, şagird yönümlülüyü qoruyur. Əks halda müəllim yönümlü olacaq. Müəllim özü şagirdin yerinə problemi həll edirsə, hər şeyi müəllim öyrədirsə şagirdə, onun yerinə qərar qəbul edirsə, bunlar müəllim yönümlüdür hamısı. Yox, bunların hamısında şagirdə seçim verirəmsə, şagird yönümlülüyü nədir? Seçimin verilməsi, sərbəstliyin verilməsi, öyrənmə prosesində şagirdlərin azadlığı. Bunlar hamısı şagird yönümlülükdür. Şagird mərkəzlidir. Şagird mərkəzli ilə şagird yönümlü eyni bir şeylərdir, bəli. Burada olacaq şagird yönümlülük. Diqqətli olun ki, yanılmayasınız. Yaxşı, belə. Müəllim şagirdlərə mövzunu izah edir, lakin heç bir praktiki tapşırıq üzərində möhkəmləndirmir dərsi. Ancaq dərs izahı ilə yekunlaşdırır dərsi. Bəli, pedaqoji prosesin tamlığı pozulur. Müəllimin tutduğu proqrama əsasən mövzulardan birini keçə bilmir və gətirir, amma onu qiymətləndir, KSG-yə salır həmin mövzunu. Sizcə düz edir, yoxsa yanlış edir? Planlaşdırmışdı əvvəlsin, amma keçə bilmədi. Yəni, bayramla əlaqədar ya nəsə oldu. Salmamalıdır. Bəli, əgər salsa, qiymətləndirmənin hansı prinsipini pozacaq? Uyğunluq prinsipini pozacaq. Və həm də pedaqoji prosesdə də tamlığı da pozmuş olub artıq müəllim. Çünki əvvəlcə dərsini tam keçməyibdi, düzgün tədris eləyə bilməyibdi. Əvvəlcədən tamlığı pozub. Bəli. Yaxşı. Təhsil alanlarda formalaşdırılan səriştələr. Səriştələri 3 yerə bölmüşdük. Dəyərlərlə bağlı. Sonra Leyla xanım, buyurun. Səriştələr bir təfəkkürlə bağlı səriştələr var idi, fəaliyyətlə bağlı səriştələr var idi, bir dəyərlər var idi. Təfəkkürlə bağlı səriştələrə məsələn yaradıcılıqdır, tənqid təfəkkürdür, qərar qəbul etmə, müstəqil öyrənmə bunlar aiddir. Fəaliyyətə isə məsələn ünsiyyətdir, əməkdaşlıqdır, rəqəmsal savadlılıq, informasiya savadlılığı aiddir. Dəyərlər odur ki, yəni milli kimliyin dərkidir, fəal vətəndaş mövqeyidir, insan hüquqlarının mədəni müxtəlifliyə hörmət dəyərlərdir. Dəyərlərlə bağlı səriştələrdir. Doğrudur, düzdür. Doğrudur. Misal üçün deyir, şagird davranış mədəniyyəti nümayiş etdirir. Hansı səriştəyə sahibdir? Davranış mədəniyyəti küçədə, şəhərdə, istənilən bir yerdə davranış mədəniyyəti göstərir. Şəhriyar bəy, buyurun. Müəllim, şəxsi və sosial məsuliyyət. Yəni, belə deyək, öz davranışlarına hakim çıxa bilir, yaxud da ki, çıxa bilmir. Doğrudur, bəli, düzdür. Deməli, bu şəxsi və sosial məsuliyyət səriştəsidir. Doğrudur. Əgər şagird yoldaşlarla danışarkən nitq etiketlərindən istifadə etmirsə, vulqar sözlərdən istifadə edirsə, hansı səriştə onda zəif inkişaf? Hülya xanım, buyurun. Axşamınız xeyir. Bu da ünsiyyət yaxşı inkişaf etmir. Fəaliyyətlə bağlı səriştələrdən ünsiyyət. Doğrudur, bəli, ünsiyyət səriştəsidir, düzdür. Ünsiyyət. Qarşısına çıxan bir çətinliyin öhdəsindən gəlməyi bacarır. Bu hansı səriştədir sizcə? Yeganə xanım, buyurun. Problem həll etmədir. Yəni problemin həlli ilə bağlı olan ehtimalları irəli sürə bilir. Qarşısına çıxan problemləri həll etmək üçün mümkün variantlar fikirləşə bilir.
Doğrudur, bəli. Problem həll etmə səriştəsidir, düzdür. Öhdəsindən gələ bilir, doğrudur. Texnoloji bacarıq, şagirdin texnologiyadan düzgün istifadə etməsi, məqsədyönlü istifadə etməsi, lazımlı məsələlər üçün telefondan, kompüterdən istifadəsi adlanır. Fatimə xanım, buyurun. Rəqəmsal Rəqəmsal savadlıq adlanır, doğrudur. Bəs müəllimlər, informasiya savadlığı nədir? Bunun rəqəmsaldan fərqini deyə bilərikmi? Səbinə Muxtun. İnformasiya savadlığı odur ki, o mənbələrdən düzgün şəkildə istifadə edir. Yəni texnoloji vasitələrdən deyil, məsələn, kitabxanaya gedib kitablardan düzgün şəkildə araşdırıb düzgün mənbələrdən istifadə edərək hər hansı bir problemi həll edərsə və yaxud da özü üçün doğru şəkildə, dürüst şəkildə istifadə edərsə. Düzdür, bəli, doğrudur. İnformasiyanı toplaması, araşdırması, axtarması, düzgün yerlərdən toplaması. Baxın, informasiya savadlığı həm də düzgün, əsaslı mənbələrdən istifadə eləməkdir. Bu cür araşdırmaçılıq bacarığıdır. Yəni, lazımsız yerlərdən yalan məlumatları insanlarla bölüşməməsi də informasiya savadlığıdır. Doğrudur. Uyğunluğu və uyğunsuzluğu müəyyənləşdirir, fikirlərini əsaslı şəkildə bildirir. Bu hansı səriştə olacaq? Əsaslandırılmış fikirlər bildirir. Uyğunluqları, uyğunsuzluqları araşdırır. Raziyə xanım, buyurun. Mənim tənqid təfəkkürlə bağlıdır. Uyğunluğu, uyğunsuzluğu müəyyənləşdirmək, fərqi müəyyənləşdirmək. Düzdür, bəli, doğrudur. Düzdür. Bunlar hamısı tənqidi təfəkkürdür. Yaradıcı təfəkkür nədir bəs? Yaradıcılıqla bağlı nə deyə bilərik? Yaradıcı təfəkkür səriştəsi. Gülnar xanım, buyurun. Şagird fərqli nəsə bir şey yaradır, kreativ olur. Yəni yenilik yaradır. Tutaq ki, əşyalardan yeni bir nəsə düzəldirsə, artıq bu yaradıcılıq olur. Yaradıcılıqdır, bəli. Fərqlilik, yenilik, həyatda olmayan bir şey düzəltmək və yaxud da ki, olan bir şeyə dəyişiklik etmək, onu fərqli şəkildə istifadə eləmək. Orijinal bir şeyə dəyişiklik edirəmsə, burada da yaradıcılıq var, fərqlilik edirəm. Məsələn, qələmdən fərqli şəkildə istifadə edirəm, bu da yaradıcılıqdır. Kiçik yaradıcılıqlar var və böyük yaradıcılıqlar var, təbii ki. Səs getdi. Şagird layihə hazırlayır. Gəlir, hə? Bəli. Layihə hazırlayır, çərçivədən kənar düşünür, bəli, bunlar yaradıcılıqdır, doğrudur. Yaxşı, belə. Daha sonra müəllimlər, baxın, qrup daxilində şagirdlərin öz vəzifələrini, öhdəliklərini yerinə yetirməsi sizcə hansı səriştəyə aid ola bilər? Qrup daxilində öz vəzifə öhdəliklərini yerinə yetirmələri. Əməkdaşlıq var burada, bəli, əməkdaşlıq edirlər, doğrudur. Amma bir məsələ də var burada. Yadda saxlayın, əgər qrup daxilində şagirdlər öz öhdəliklərini, vəzifələrini icra edirlərsə, buna həm də şəxsi və sosial məsuliyyət də daxildir. Şəxsi və sosial məsuliyyətlərini də düzgün icra etmiş olurlar orada. Bəli, şəxsi və sosial məsuliyyət təmsilində. Başqa ölkədən bir şagird gəlib, yoldaşları ona köməklik eləyir, dəstək olur, irəliyə aparmaq üçün çalışırlar. Hansı səriştədən gedir söhbət? Turə xanım, buyurun. Mədəni müxtəlifliyə hörmət səriştəsidir. Mədəni müxtəlifliyə hörmət səriştəsi, düzdür. Digərinə hörmət edir. İnsanların dininə, irqinə, cinsinə, sosial mənşəyinə görə fərq qoymamaq. Bunlar hamısı mədəni müxtəlifliyə hörmət səriştəsidir, doğrudur. Şagird düşünür ki, mən gələcəkdə filan peşəyə yiyələnəcəm və bu peşənin üstün cəhətləri mənim üçün bunlardır. Öz ixtisasını seçir sərbəst şəkildə. Sizcə bu hansı səriştədir? Yeganə xanım, buyurun. Bu qərar qəbul etmə mərhələsidir. Öz mənfi müsbət cəhətlərindən xəbərdardır. Yəni öz strategiyalarından xəbərdardır.
öz yolunu seçə bilir, qərarlarını əsaslandıra bilir, mühakimə edə bilir. Ona görə də Deməli, bu öz qərar qəbul. qərarlarını özü qəbul edir. Doğrudur. Qərar qəbul etmə səriştəsidir, düzdür. Hər hansı bir münaqişə baş verəndə emosional sabitlik göstərir. Bu hansı səriştədir? Emosional sabitlik nümayiş etdirir. Günel xanım, buyurun. Müəllim, problem həll etmə. Burada yəni düzgün şəkildə idarə edir problemləri. Bəli, problem həll etmə səriştəsinə malikdir, doğrudur. Bu problem həll etmədir. Aha, yaxşı müəllimlər. Belə, pulundan, büdcəsindən, qənaətlə düzgün istifadə eləməsi hansı səriştəyə aiddir? Ülviyə xanım, buyurun. Bu maliyyə savadlılığıdır. Yəni öz şəxsi büdcəsindən səmərəli istifadə edir, hər hansı bir resurslardan qənaətlə istifadə edir, sahibkarlıq ideyaları irəli sürür. Bax bu maliyyə savadlılığıdır. Bəli, doğrudur. Səmərəli istehlak qaydaları, nə bilim, bu sahibkarlıq, bunlar hamısı aiddir, düzdür. Maliyyə savadlığına. İqtisadi layihələr irəli sürür, bunlar hamısı maliyyə savadlığıdır. İnnovativ layihələr yaradıcılıqdır, iqtisadi layihələr maliyyə savadlığıdır. İnnovativ layihə deyəndə yeni, yaradıcı ideyalar əsasında qurulan layihələr nəzərdə tutulur. Bunlar yaradıcılıq olur. İqtisadi layihə desək, amma burada nə var? Artıq maliyyə savadlığı var, doğrudur. Müəllimlərin etik davranış qaydaları, təhsil verənlərin etik davranış qaydaları. Neçə də etik davranış qaydamız var? Gəlin bunları sayaq. Gülnar xanım, buyurun. Burada mən Günlarla idi. Çünki burada 2 dənə Günlar var. Burada qanunun aliliyini deyirdi. Qanunun aliliyindən danışırdı yəni. Yox. Hansı etik davranış qaydalarımız var? Saymanızı istədim. Hə, üzr istəyirəm. Sualı tam eşitmədim. Burada qanun aliliyi, qərəzsizlik, vicdanlılıq, ondan sonra bir dəqiqə yadımdan çıxdı. Sonra peşəkarlıq, Peşəkarlıq var hal-hazırda. Yox, peşəkarlıq indi yığışırdı, amma 8 dənədir də hal-hazırda. Əvvəl 9 idi. Konfidensiallıq idi. Ondan sonra da başqa ictimai etimad, hə. Yaxşı, ictimai etimad, yaxşı. Başqa hansılar qaldı müəllimlər? Şəhriyar bəy, əlavə eləyə bilərsiniz. Müəllim, ümumi sayım mən. Qanunun aliliyi, vicdanlılıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad, loyallıq, bir də konfidensiallıq var idi. Doğrudur, bəli, düzdür. Konfidensiallığın adı necə gedirdi burada yeni? Gizlilik. Mənası Yəni gizlilik başa düşün. Bəli, mənası gizlilikdir, amma adı fərqli şəkildə gedir hal-hazırda konfidensiallıq, onun içinə daxildir. Müəllim deyə bilərəm. Deyin bəli. İnsan hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hörmət. Çox Bəli. uzundur. Bəli, qısaca desək, insan hüquq və azadlıqlarına hörmət. Baxın, belə deyə bilərik. İnsan hüquq və azadlıqlarına hörmət. Konfidensiallıq da ora daxildir. Bunu yadda saxlayın, yəni. Konfidensiallıq onun içindədir. Misal üçün, qarşınıza konfidensiallıqla bağlı bir şey çıxsa, cavabda konfidensiallıq verməyibdir, amma verib nə? İnsan hüquq və azadlıqlarına, yəni ən uzun bir cümlə verib orada. İnsan hüquq və azadlıqlarına hörmət, bilin ki, o aiddir, onu götürəcəksiniz. Bəli. Müəllim, üzr istəyirəm. Buyurun. Bəs peşəkarlıq və fərdi məsuliyyət ləğv olunubsa, o Heç hara birinə aid daxil deyil. olur? Heç birinə aid deyil. Peşəkarlıq sadəcə bir etik davranış qaydası olaraq çıxarılıb. Çünki peşəkar yanaşması müəllimin onun etik davranışı ilə bağlı deyil. Peşəkarlığı, vicdanlılığı etik davranışdır, nə bilim, mədəni davranış etik davranışdır, qərəzsizlik etik davranışdır, ictimai etimad, amma peşəkarlıq ümumiyyətlə çıxarılıb və heç birinə də aid deyil, yəni, bəli. Oldu, çox sağ olun. Buyurun. Belə müəllimlər. Yaxşı, gəlin etik davranış qaydaları haqqında danışaq. Misal üçün, əgər müəllim öz iş yoldaşları arasında olan şəxsi münasibətlərdən dolayı həmişə gəlir, məktəbi pisləyirsə hər yerdə, məktəbin adına xələl gətirə biləcək fikirlər bildirirsə,
və ya rəhbərlə arasında münaqişə var deyə onları həmişə gözümçıxdıya salıbsa, hansı etik davranış qaydası pozulur? Loyallıq, bəli. Loyallıq pozulur burada. Loyallıqda deyirdik ki, biz müəllim neynəməlidir? Əsaslı bir fikirləri olmadan, yəni əlində dəlil sübutu olmadan qanunsuz şəkildə fikir bildirməməlidir. Əgər əlində dəlilləri, sübutları varsa, o zaman fikir bildirə bilər təbii ki. Kiçik məsələləri böyütməməlidir. Yəni kiçik məsələlər aramızda da həll edə bilərik. Bunu ictimailəşdirmək, aramızda olan problemlərlə müəllim adına siltmək, xələl gətirmək, bunlar hamısı loyallıqdır. Ola bilər, misal üçün bizim iş yoldaşımız hər hansı bir pis davranış göstərir. Təbii ki, bunu gedib cəmiyyətdə mənim yaymağım, deməyim, elə özümə də pisdir, düzdür? Yəni bir müəllim də mənəm. Misal üçün deyək, bir bəy müəllim, bir səhv hərəkət edib, bəya bir xanım müəllim. Onu ictimai qınaq obyektinə çevirmək, gedib insanların içərisində onunla danışmaq, böyütmək, insanların da fikir bildirməyinə şərait yarat. Bu artıq bəli, loyallığın pozulmasıdır ki, yəni də sən özün də bu peşənin sahibisən və bunun bir tərəfi də gəlir sənə toxunur, sənin adına xələl gəlir həmçinin də. Bunu düşünmək lazımdır təbii ki. Bunlar loyallıqdır. Bəli. Qanunsuz fəaliyyət istisna olmaqla. Biz yoxdursa qanunsuz fəaliyyət, o zaman neynəməməliyik? Böyütməməliyik bu məsələləri. Müəllimin sinifində oxuyan şagirdlərdən biri onun qohumunun övladıdır və müəllim həmişə ona yaxşı qiymətlər yazır. Digərlərindən fərqləndirir, davranış qaydasını pozur. Fatimə xanım, buyurun. Müəllim burada qərəzsizliyi pozur da. Başqalarının, yəni digərlərindən öz qohumuna fərq qoyur. Bir də qərəzsizlikdə müəllim peşə fəaliyyətindən kənar məsələlərə müdaxilə etməməli idi. Özünün və ya maraqlı şəxslərin mənafelərinin və yəni onların vəzifə funksiyalarının icrası zamanı ona təsir etmələrinə yol verməməlidir. Qərəzsizliyə aid idi bu. Doğrudur, bəli, düzdür. Bunlar hamısı qərəzsizlikdir. Əgər müəllim dərs prosesi zamanı şagirdlərlə bayağı dildə, vulqar sözlərdən istifadə edərək danışırsa, bu zaman hansı etik davranış qaydası pozulur? Səbinə xanım, buyurun. Mədəni davranış sinifçi nəzakətli və təmkinli olmalıdır. Bilməli. Bəli, doğrudur. Mədəni davranışa başqa nələr aiddir müəllimlər? Deyim. Kim? Əlinizi qaldırın. Deyəcəm indi. Aydan xanım, buyurun. Səliqəli geyinməlidir, yəni dress koda fikir verməlidir, tənqidlərə açıq olmalıdır, bir də təmkinli olmalıdır, səbirli olmalıdır belə. Doğrudur, bəli, düzdür. Təmkinli də olmalıdır. Yaxşı müəllimlər. Belə. Sonra loyallıq dedik yox. Qanunçuluq nədir? Qanunçuluq. Qanunun aliliyi, yəni qanunçuluq. Səy xanım, buyurun. Yəni deməli, müəllim vəzifəsini icra edən zaman Azərbaycan Respublikasının qanunlarına əməl etməlidir. Yəni onun qoyduğu müqavilələr əsasında hərəkət etməlidir. Aha, doğrudur, bəli. Baxın, burada sırf nələrdən gedir söhbət? Hüquqi normativ sənədlərdən, beynəlxalq müqavilələrdən, konstitusiyanın qanunlarından. Gedir ki, sırf bunlar hamısı qanunla bağlı olan hər bir şey qanun aliyinə aiddir, qanunçuluğa aiddir. Bəli. Bunlar hamısı qanunçuluqdur. İnsanın hüquq və azadlıqları desək, bu 7-ci maddəyə aid olacaq. Artıq bayaq dediyimiz kimi o uzun maddə vardı, konfidensiallığın da daxil olduğu. İnsan hüquq və azadlıqları ora daxildir. Bunları fərqləndirməyi bacarın. Yaxşı, belə. Ayın 3-ü, 4-ü, 5-i imtahana gedən müəllimlər var aranızda? Kimlər gedir? Yazın, baxaq, görək. Umar xanım, Leyla xanım, Şəfiqə xanım, Zeynəb xanım, Şəhriyar bəy, Aydan xanım, Aysun xanım, İslam bəy, çoxaldı yazılar. Hə,
Sonra Səbinə xanım, Səbirə xanım, Nəzakət xanım, Pərvanə xanım, Ayşən xanım, Hüseyin bəy, Zeynəb xanım, Gülayət xanım, Aygül xanım, Fatimə xanım, Kumar xanım, Zeynəb xanım, aha və digər aşağıda yazan müəllimlər. Hə, deməli, hansı fənlərdir? Burada Könül xanım, texnologiyadır, yox, texnologiya yox. Təsvirincə sənət, dil ədəbiyyat, tarix, informatika. Başqa hansısa fən var? Coğrafiyada aiddir, hə? Coğrafiyada var. Hə, coğrafiyada gedir deməli.